Salam, hər vaxtınız xeyir. Neçədən o nöqtə texnikala görə var ki, aya hansı texnikal yaxçı tərdir, hansı texnikal yaxçı cavab verər. Bu çoxlu müamiləgərlərə sualdır ki, ağa biz hansı texnikaldan istifadə edirik ki, yaxçı nəticəmizi alaq. Baxın, bir texnikal. Neçə dənə texnikalda gələ adam özündən sual soruşa, texnikal gələ bunlara cavab verər. Texnikal fəqət bu deyil ki, gələk chartın üstündə neçə dənə xətt rəsm eləyək, deyək ağa bu oldu texnikal, biz bundan müamilə edirik. Əslən müzür deyil texnikal. Texnikal baxın gələk deyə. Bu gələk chartda müşəxəs elə bax. Sən bazar hara gedir? Bazar hansı səmtə gedir? Bir dənə ona dəlil deyə. Deyək ağa niyə gedir ora? Ki müamiləgər eləyə bilsin, ona bir vaqiş nişan versin. Bu cür deyil, gələ bilən xətt rəsm eləyə, deyə mən buna məsələn bərxurd eləsə müamilə eləyəcəm, bu cür eləsə, break eləsə bu cür eləyəcəm. Yox, gələ sual deyə bu. Bazar hara gedir? Nə cür gedir? Ağa bu nə cür gedəcək burdan? Bu üç dənə suala gələk cavab verə bax. Qərar dərə piş bin eləyək, ağa bu gedəcək bura, gedəcək bura. Yox, vəli chartı açanda gələk bir detayı verək ki, bu chart hara gedir? Ya nə cür gedəcəkdir? Hara çəkilir? Niyə məsələn bazarda bu səmtə çəkilir? Nə mənə var ki, bazar məsələn riziş eləyir, rizişə tərəf gedir ya suda tərəf gedir? Gələk buna cavab verək. Ki müamiləgərlər bu data ala, ondan sonra strateji ilə okey eləyə. Ruzanə stratejisindən okey eləyə, müamilələr. Nəinki bazar chartı aça, baxa bazara, gələ 4-5 dənə xətt rəsm eləyə, deyə bu xəttdə bu cür vaqiş versə, bu işi görəcəm, bu cür vaqiş versə bu işi. Əslən bu cür deyil.